dolar. Demişdi ki, sahəsinə görə ən böyük materik Avrasiya materikidir. Düzdür. Avrasiya materikinin sahəsi nə qədər idi? 54 milyon kvadrat kilometr. Düzdürmü? Avrasiya materiki iki qitədən ibarət idi. Avropa və Asiya qitəsindən. Avropa qitəsinin sahəsi 10,5 milyon, Asiyanın da sahəsi 44 milyon kvadrat kilometrdir. Düzdür? Asya Demək, nə qədər dedim? Asiyanın sahəsi 44 milyon kvadrat kilometr. Aydındır? Bəli. Demək, biz bilirik ki, hər bir materikinin öz ucqar nöqtəsi var. Hər bir materikin ucqar nöqtəsi var. Yalnız Antarktida materikinin bir ucqar nöqtəsi vardır. Yerdə qalan hamısının 4 ucqar nöqtəsi var. Düzdür? Demək, Avropa materiki haqqında, Avropa qitəsi haqqında danışaq. Demək, şimal ucqar nöqtəsi haradır? Şimal ucqar nöqtəsi nədir bura? Moskva. Nordik burnuda. Şimal ucqar Hə, nöqtəsi Nordik burnu. Qeyd elə. Deməli, yaz. Şimal ucqar nöqtəsi Şimal, Nordik. Nordik burnu. Sonra demək, Skandinaviya yarımadasını yerləşdirdi. Biz bu yarımadanı nəyə bənzədirdik, Xəqan? Skandinaviya necə? yarımadasını nəyə bənzədirdik? Hansı heyvana bənzədirdik? E, qo- Pələngə. Əjdaha. Bəli, Pələngə bəli, bənzədir. bəli. Aha. Bəli. Deməli, şimalda şimal burnu Nordik burnudur. Hansı yarımada yerləşir? Skandinaviya. Şimalda. Skandinaviya yarımadasında yerləşir. Hə, Hansı ölkədə? Norveçdə. bəli, İqlimi nədir buranın? Subarktik. Bax, bu rəng subarktikdir. bəli. Yaxşı. Rənglərə fikir ver. Subarktik budur. Bu rəngdə isə arktikdir. Bu subarktikdir. Yaz. Subarktik. Sonra keçdik. Bu hansı hissəsidir? Şərq hissəsi Qütburalı. Yaz. Şərq Qütburalı. Aha, deməli, şərq hissəsi Qütburalı Ural dağlarının şimal-şərqində yerləşir. Ural dağlarının şimal-şərqində yerləşir. Və Rusiya. Və hansı iqlimdədir burada? Hara düşüb? Subarktik. Düzdür? Bəli. Aha. Sonra gəldik. Cənub ucqar nöqtəsi Mərakeş burnu. Yaz. Cənub ucqar nöqtəsi Mərakeş burnu. Maroko burnu deyirlər bəzən. Maroko burnu. Demək, harada yerləşir? Pirine yarımadasında. Pirine yarımadasında yerləşir. İspaniya aiddir. Və subtropik aralıq iqlim tipinə aiddir. Qərb Tropikin. hissəsində subtropikin aralıq dəniz iqlim tipi. Qərbində Roko burnu. Skandinav yarımadasında yerləşir. Portuqaliya aiddir. Aydınında indi ucqar nöqtələri. Bəli. Demək, indi mən danış görüm. Şimal ucqar nöqtəsi Avropanın haradır? Nordik. Nordik burnu. Hansı ölkədə yerləşir? Deməli, Norveçdə. Norveçdə. Hansı yarımadada yerləşir? Hansı yarımadada? Bu hansı yarımadadaydı? Pələngə oxşadırdıq. Ən zirvəsində qalxa yeni idi. Hansı yarımadaydı? Şimalda yox. Şimal yarımadası yoxdur axı. Skandinaviya yarımadası. Bəli. Demək, öyrəndin ki, Avropanın şimal ucqar nöqtəsi Nordik burnudur, subarktik iqlimdə yerləşir, Skandinaviya yarımadasındadır, ölkə olaraq Norveçə aiddir. Daha sonra şərq ucqar nöqtəsi, Qütburalı. Ural dağlarının hansı hissəsində yerləşir? Şərq. Şimal Şimal şərq, şərqində. şimal Bəli. şərqində. Hansı iqlimdədir? Subarktik. Subarktik hansı ölkənin arasındadır? Rusiyanın. Rusiyanın, ay sağ ol. Mərakeş burnu hansı ucqar nöqtəsi idi? Cənubdaydı. Ay sağ ol. Cənubda. İkinci adı nədir Mərakeşin? Bəzən Mərakeş. Marokko. Aha, düzdür. Hansı yarımada yerləşir?
Pireneya yarımadasında. Pireneya yarımadasında yerləşir. Pireneya yarımadasında iki böyük ölkə hansı idi? O Portuqaliya və şeylər, İspaniya. İndi bəli, Mərakeş İspaniya. buruna hansına düşür? İspaniyaya. Ay sağ ol, düzdür. Hansı iqlimdə yerləşir? Bax, bu rəng olan iqlim nə idi? Subtropik, Aha, subtropikin hansı tipi idi? Aralıq dəniz tipi. Aralıq dəniz, ay sağ ol. Demək, Rokoburnu hansı ucqar nöqtəsi idi? Qərbdə idi. Ay sağ ol, düzdür. Qərb ucqar nöqtəsi hansı ölkənin ərazisindədir? Portuqaliya, Portuqaliyanın, düzdür. Hansı yarımada yerləşir? Skandinaviya. Yox, Skandinaviya buradadır. Bu Pireneya yarımadasıdır. Bəli, bəli. Aha, Pireneya yarımadasında yerləşir. Subtropikin aralıq dəniz iqlim tipindədir. Mən də görüm. İndi biz bu sadaladığımız iqlimlər var da, düzdür? Dedi ki, məsələn, Bəli. subarktik, subarktik, subtropikin aralıq dəniz iqlim tipi, subtropikin aralıq dəniz iqlim tipi. Bunlar əsaslı yoxsa keçiddir? Bunları keçirdim mən. Ay, sağ ol. Niyə? Çünki qarşısında nə ifadəsi var? Bu var. Sub sözü var. Mən də görüm. Subarktik iqlimə yayda hansı hava kütləsi təsir edir? Subarktika şeydir. Yayda Neydi o? mülayim. Mülayim, bəli. Ay, sağ ol. Yayda mülayim təsir edirsə iqlim necə olacaq? Mülayim il boyu E, necə olur? il boyu mülayim idi, deməm, Aha, belə deyim də. sərin və rütubətli, düzdür. Sərin və rütubətli olur, Ay, sağ bəli. ol. Subarktika bəs qışda nə təsir edir? Subarktika qışda, deməli, Arktik. Arktik, bəli. Arktik necə olurdu? Mən o il boyu, necə Soyuq deyim, və quru. bəli, Qeyd elə soyuq. dediklərimizin hamısını. Gəldik subtropikə. Subtropikə nə təsir edirdi yayda? Tropikə şeydir. Aha, tropik təsir edəcəkdi yəqin ki. Tropikə, bəli, bəli. Aha, tropik il boyu necə olurdu? Tropik il boyu mənim Aha, isti və quru. isti və quru oldu, bəli. Aha, sonra bəs yayda nə təsir edirdi? Qışda nə təsir edirdi? Mülayim. Mülayim necə olurdu il boyu? Onlar mülayimlər. Aha, bəli. Onlar da mənim isti quru olurdular da, Sərin, quraq idi. yox, mülayim necə isti olsun? Sərin və rütubətli. Bəli. Dediyimizi qeyd elə bir-bir. Sonra, demək Bəli. ki, yəni əsas giriş hissəni bildin. Yəni, demək ki, indi Avropa haqqında danışaq. Dedik ki, ə, demək, Avropa iqlimi daha dəqiq öyrənildiyi qitələrdən biridir. Niyə? Çünki Avropada inkişaf etmiş ölkələr çoxdur. Yəni, bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir. Səbəb səncə nədir? Çünki inkişaf etmiş bir ölkədir də, onun qarşısını almaq üçün əvvəlcədən neynirlər? Məlumatlar əldə edirlər. Burada nə xəritələrdən istifadə edirlər? Sinoptik xəritələrdən, düzdür? Bəli. Ay, sağ ol. Deməli, Avropanın iqliminin formalaşmasına təsir edən bir sıra amillər var. Yəni, biz Avropanın iqlimini buradan görürük də. Məsələn, bura biz ki, Avropadır. Düzdür, bax, bu qırmızı xəttdən belə. Deməli, Avropanın iqliminə təsir edən bir çox amillər var. Hansı amillərdir? Səncə birinci nə olar? Məsələn, biz demişdik, iqlimin formalaşmasına təsir edən amillər, əsas amillər vardı, bir də digər amillər var idi. Əsas amillərin içərisində demişdik ki, günəş radiasiyası. Günəş radiasiyası necə təsir edirdi? Günə Coğrafi enliklər nə kimi təsir edirdi? Deyirdi ki, hər enlik üzərində günəş şüasının düşmə bucağı fərqlidir, düzdür? bəli, bəli. Ay, sağ ol. Günəş şüasının düşmə bucağı ən çox harda olurdu? Günəş düşməsinin bucağı Aha, şeydə ən çox idi. günəş hara düşür? Tropikə, Ay, sağ ol, ən az. ən azda deyil, qütblərə. Qütbə. Ay, sağ ol. İndi deməli, deyəcəksən ki, günəş radiasiyası coğrafi enliklər üzərində dəyişir. Ekvatordan qütblərə doğru nə edir? Azalır, düzdür? Bəli, Aha. Sonra demişdik ki, hava kütlələri, hakim küləklər nə edir? Təsir edir. bəli. Yəni burada biz deyəcəksən ki, Avropada günəş şüasının düşmə bucağı kəskin dəyişdiyi üçün fəsillər aydın nəzərə çarpır. Yəni günəş şüasının düşmə bucağı kəskin dəyişir deyə fəsillər aydın müşahidə edilir. Hava kütlələri, yəni hakim küləklər. Bura hansı hava kütləsi təsir edir səncə? Hava bizim bilirdik də küləklər var idi. Daimi küləklər, mövsümi küləklər.
Bəli, Sonra bəli, sutkalıq küləklər vardı. Sutkalıq küləklər dağdara küləkləri, bilizlər idi. Düzdür? bəli. Sonra mövsümi küləklər musson küləkləri idi. Daimi küləklər demişdik. Passatlar, qərb qütb küləkləri idi. Passatlar Bəli. necə idi? Ekvatordan, yoxsa tropikdən əsirdi. Təbii ki, küləklər necə olur? Yüksək Oradan. təzyiqdən alçaq təzyiqə Bəli, doğru əsir. Düzdür? Tropik nə bəli, idi? bəli. Yüksək təzyiq, ekvator alçaq təzyiqdə. İndi hansından hansına əsər? Təbii ki, tropikdən ekvatora. Biz öyrənmişdik. Tropikdən ekvatora doğru əsən küləklər passatlardır. Passat təsir edə bilər bura? Xeyr. Xeyr, Tropik kəsir buranı? Xeyr. Düzdür? Yəni bəli. passatlar tam təsir eləmir də. Bura təsir edən bir qərb küləklərdir, bir də qütb küləklərdir. Qərb küləkləri demişdik ki, tropikdən mülayimə doğru əsən küləklər, qütb küləkləri isə qütbdən mülayimə doğru əsən küləklərdir. Aydındır? Yəni mülayim iqlim qurşağında daimi qərb küləkləri əsir. Bu küləklər də Atlantik okeanından Avropaya daxil olur və qitəyə rütubətli dəniz hava kütlələri gətirir. Sonra isti cəryanlar. Dedək ki, fəqət cəryanlar neçə yerə bölünür? 3 yerə. 2. 2 yerə. 2. Deməli, hansılar idi? Soyuq və isti cəryanlar. Soyuq cəryanlar necə hava gətirirdi? Qura. Əsasən quraqlıq, bəli. Aha, isti cəryanlar isə rütubətli hava gətirirdi. Düzdür? Bəli, Aha. Bura isti cəryan yəni havanın rütubətlə doymasına və Avropada qış ayının havanın temperaturunun yüksəlməsinə səbəb olur. Məsələn, burada hansı isti cəryanlar vardı? Şimali Atlantika cəryanı, bir də Norveç cəryanı var. Yəni desələr burada hansı isti cəryanlar var? Deyəsən Şimali Atlantika cəryanı və Norveç isti cəryanı var. Aydındır? bəli. Mhm. Yəni mülayim iqlimin şimala doğru meylənməsi şimal dərəcəsən ki, Atlantika və Norveç isti cəryanının təsiridir. Bir də mənə də görün, biz niyə deyək, bir də sahillərin genetiği çıxıntı olmasıdır. Niyə Avropanın sahilləri genetiği çıxıntılıdır? Səbəb nə idi? Ee, oranı əsasən şey olmaz Nə deyildi. hadisəsi baş vermişdi Kaynoz erasında burada? Tet Soçan Dördüncü parçalanmışdı. dövr buzlaşması baş vermişdi. Daşmaz. Ay sağ ol. Buzlaşmaya məruz qalması nəticəsində iqlim mülayimləşir. Çünki su quruya daxil olur. Aydındır? Bəli. Demək istədik ki, Avropanın iqliminə təsir edən amillər nələr oldu? Birinci, günəş, Günəş adəsi. günəş radiasiyası, küləklər, cəryanlar, bir də sahillərinin genetiği çıxıntılı olması. Aydındır? Bəli. Aha. Demək, indi danış görüm bu dediklərimi. Başdan danış görüm Avropa haqqında. De görüm Avropanın sahəsi nə Məsələn, qədər idi? Amma hər şey danış. orada, Əhatəli danış. Qısa, konkret yox. o 10,5 milyon kvadrat kilometr idi. Demək, şimal ucqar nöqtəsi Norton idi. Norveçdə yerləşirdi, Skandinaviya adasında. Skandinaviya yarımadası. Subtropik Ada yox. Yarımadası. adasında. Aha. Subarktik iqliminə aid idi. Aha. Şərq hissəsində qütb Uralı idi. Bu Uralın şimal-şərqində yerləşirdi. Rusiya ərazisində yerləşirdi və bu subarktik idi. Ay sağ ol. Cənubi hissəsi də Mərakeş burnu idi. Pirene yarımadasında yerləşirdi. Mərakeşin digər adı Marokko idi. Aha. Və subtropikin Aralıq dəniz tipinə aid idi. Düzdür. Sonra qərb var idi. Qərbdə də Roko burnu yerləşirdi. Pirene yarımadasında yerləşirdi. Hansı ölkələr arasındaydı? Skandinaviya. Skandinaviya Yox, deyil. Portuqaliya. 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 Bəli, bəli. Aha. Portuqaliya. Bəs burada iqlim necə idi? Burada da subtropik idi. Subtropikin Aralıq dəniz iqlim tipi. Bəli, bəli. Aha. Sonra mən də görüm. Avropanın 4 ucqar nöqtəsi oldu. Düzdür. Bu ucqar nöqtələr əsas iqlimdə yerləşiyorsa keçiddə. Bunlar keçid deməli. Keçiddə yerləşir. Düzdür. Danış görüm mənə. Subarktika
Yayda necə olur, qışda necə olur? Deməli, Spartak qışda, belə deyim də, Yayda nə təsir edir, qışda nə təsir edir? yayda deməli tropik, Yayda subarktikin yanında tropikin nə iş var? hə, Spartak Ha, dediniz elə? subarktik budur, düzdür. Bax biz Bəli, bəli. bax Fəqən, enlikləri tanıyırsan da, düzdürmü? Birinci gəlir ekvatorial, sonra gəlir nə? Tropik, sonra gəlir mülayim, sonra gəlir arktik. Demək, subarktikə təsir eləyən mülayim olacaq da. Tropik gör hələ hardadır. Bəli. Mülayim, Aha, mülayim, bəli. danış. Düz. Deməli, Spartakə mülayim, yayda mülayim, qışda arktik təsir Hı edirdi. -hı. Necə olur bəs mülayim Sonra təsir edir deyə il boyu? sərin olurdu da, rütubətli. Sərin və rütubətli. Bəli. Sonra bəs qışda necə olur? Qışda da mənim quraq, soyuq, Soyuq və quru. İndi mənə də gör, bəli. nə zaman bura yağıntı düşür? Bura yağıntı nə zaman düşür? Təs Onun üçün Yəni yağıntı hava düşəcək, yayda düşəcək də. Mülayim axı rütubətli deyil, rütubətli yağıntı deməkdir. bəli, bəli. Şimal yarımkürəsində yay hava vaxtı iyun, İyul, avqust. iyul ayı. Aysu, Bəli. iyun, iyul, avqust, düzdür. Yəni subarktikə yağıntı nə zaman düşür desə, deyəcəksən ki, iyun, iyul, avqust aylarında. Yəni düşər də birdən deyər ki, Skandinaviyanın şimalına nə zaman yağıntı düşür? Demək, sonra subtropik haqqında danış. Subtropikə mənim qışda mülayim, yayda da tropik təsir edirdi. Aha, düzdür. Bu tropikdə isti quraq olur. Aysa İsti o rütubətli isti olurdu. və quru. Hə, isti və quru olurdu. Mülayimdə də isə rütubətli olurdu. Sərin və rütubətli, düzdür. Bəs bura yağıntı nə zaman düşəcək? Bura yağıntı deməli dekabr yanvar ayında. Qışda düşür də, düzdür. Bəli, bəli. Ay, sağ ol, düzdür. Çünki mülayim qışda təsir edir. Bəli. Doğrudur. Yəni ki, kifayət qədər izah eləməyə çalışdın. Sonra demək biz danışaq başqa burdan nə? Demək Avropanın hissələrindən danışaq. Görək burada hansı söhbətlərdən danışacağıq. Demək, biz burada Cənubi Avropa. Bura haradır? Cənubi Avropa, düzdür? Cənubi Avropada hansı iqlim dedik var? Bura nə rəng idi? Bu nə idi? Burada olan nə idi? Hansı iqlim idi? Subtropikin aralıq dəniz iqlim tipi idi də bura. Bəli, bəli. Bu rənglə göstərən subtropikin aralıq dəniz. Çünki bura nə var idi? Aralıq dəniz yerləşir də burada. Bəli. Aha, subtropikin aralıq dəniz iqlim tipində dedik ki, yayda tropik, qışda mülayim. Yayda tropik təsir edir, isti və quru, qışda da mülayim təsir edirdi deyə sərin və rütubətli olurdu. Rütubətli. De mənə görüm, tropiklərdə alçaq təzyiq idi, yoxsa yüksək təzyiq idi? Tropiklərdə alçaq təzyiq. Xeyr. Enən hava yüksək təzyiq, mülayimdə isə qalxan hava alçaq təzyiq. İndi burada danış görüm bu ərazilər hansı ərazi? Hı? Tropikdə necə idi? Tropikdə enən hava. Enən hava bilsən nə deməkdir? Yəni quru hava, yağış olmayan hava. Bəli. Enən hava yüksək təzyiq. Tropiklərdə enən hava yüksək təzyiq. Mülayimdə. Mülayimdə isə yağış düşür deyə qalxan hava alçaq təzyiq. Bəli. Aydındır? Bəli. Sonra keçək indi bu ərazilərdən danışaq. Mənə də görüm. Bura hansı yarımada oldu? Deyə baxın. Deyə Hanın baxmışsan. işarəti? Bax bura hansı Cənubi yarımada? Amerika. Piriney yarımadası. Hə, Piriney. Bəli. Piriney yarımadası. Deməli, subtropikin aralıq dəniz iqlim tipində yerləşən ərazilər təhlil edəcək. Burada dedik ki, Piriney yarımadasıdır. Düzdür? Bu Bəli. hissəsi Portuqaliya. Düzdür? Bəli. Ay, sağ ol. Demək, bura haradır? Portuqaliya. Mən niyə yazıram ya buna? Portuqaliya, bu da İspaniya. Düzdür? Bəli. Portuqaliyada dedik Rokaburnu, İspaniyada Mərakeş burnu yerləşir.
Həmçinin burada Meseta yaylası və Əndəlis dağları yerləşir. Əlavə yazmaq istənsə yaza bilərsən. Bax, Dediyim mən. bura dedin ki, Piriney yarımadasıdır. Düzdür? İki ölkə yerləşir böyük. Portuqaliya və İspaniya. Mərkəz hissəsində Meseta yaylası, bu hissədə, bax burada. Burada Əndəlis dağları yerləşir. Meseta yaylası, Mesete. Meseta, Meseta yaylası. Bir də Əndəlüs dağları var burada. Əndəlüs, Əndəlüs Bəli. Dağları. dağı yerləşir. Mhm. Bəli. Sonra bu ara xətt var, bax bu hissədə. Bax bura. Bu nədir? Bəli. Piriney dağlarının yerləşdiyi yerdir. Piriney Bəli. yarımadası, Piriney dağları. Sonra Fransanın ərazisi, Fransanın ərazisi. Yazdım. Bəli, mən deyim. Sonra burada görsənmi balaca bir ada var. Bu nədir? Balear adası. Haraya məxsusdur? İspaniyaya. Bax, burada Fransanın ərazisidir. Ha, de bax bu göstərdiyim yer. Fransa. Bəli. Aha. Hansı dağı dediniz müəllim? Bura bax yenə deyirəm. Piriney yarımadası. Meseta yaylası. Bax, Meseta yaylası buradadır. Əndəlis dağları, Piriney dağları, Fransanın ərazisi, Balear adası, İspaniya məxsusdur. Daha sonra Korsika adası, Babra, Korsika adası Fransaya məxsusdur. Buradakı Sardinya adasıdır. İtaliya məxsusdur. Sardinya adası. Daha sonra Sicilya adası. Sicilya adası. Bu da Apeni yarımadası. Bu nəyə oxşuyur səncə Fəqan? Hı? Diktamana yaxın. Ay sağ ol. Qadın çəkməsinə oxşuyur. Nədir? Bu Apeni yarımadasıdır. Yenə təkrarlayıram. Piriney yarımadası, Meseta yaylası, Əndəlüs dağları, Piriney dağları, Balear adaları haraydı idi? İspanya. İspaniya, Fransanın ərazisi, Korsika haraydı? İspanya. Fransa. Fransa. Korsika adası Fransa. Sonra E, Sardinya, Sardinya. Sicilya adası. Bir Aha. də Sicilya adası yarımada. Apenin yarımadası. Düzdür. Bəli. Onlar da haraydı? Sardinya, Sicilya, Apenin, İtalya. Bu hansı yarımadaydı bəs? Balkan yarımadası. Bəli. Bura hansıdaydı? Krit adası. Düzdür. Bəli. Burada Kipr adası. Bu da Kiçik Asya. Neydi? Kiçik Asya'nın olduğu yerde. Demek burada da Bəli. Anadolu yaylası yerləşirdi. Pont Tower dağları vardı. Və əslində Asiyaya aiddir, Avropaya aid deyil də o tərəflər. Bəli. Aha, demək, bildin də subtropikin aralıq dəniz iqlim tipində yerləşir. Dedik, Piriney yarımadası, Piriney yarımadasında dedik, iki dövlət vardı. Portuqaliya və İspaniya, Mesita yaylası, Əndəlüs dağları, Piriney dağları, Fransanın ərazisi, Balear adaları İspaniya, Korsika adası Fransiya, Sardinya, Sicilya və Apenin yarımadası isə İtaliya məxsusdur. Balkan yarımadası, Krit adası Yunanistana məxsusdur. Bir də Kipr adası və Kiçik Asiya yarımadası və Pont Tower dağları Anadolu yaylası. Aydındır. Bəli. Bunlar nədə yerləşir? Subtropikin aralıq dəniz iqlim tipində. Gəldi indi mülayim dəniz, bura mülayim kontinental. Bu isə mülayim dəniz, mülayim kontinental. Danışaq bunlardan. Yay turizmi burada yüksək inkişaf edib. Yadında saxla, yaxşı?
İtaliya şərabçılığa görə idi, üzümçülüyə, şərabçılığa görə. İspaniya isə zeytuna görə inkişaf edib. İtalya neydi? İtaliya üzümçülük, şərabçılıq, İtaliyada, İspaniyada, yəni sırf İtaliya özü inkişaf edib də üzümçülük, şərabçılıq üzrə. Zeytunculuğa görə İspaniya qeyd elə. Yardım. Mhm. Sonra gəldik mülayim dəniz. Yəni bu 9 yazılan yer var. Bura mülayim dənizdir. Burada hansı ada yerləşirdi? İrlandiya, hı? Materikin Bəli. qərbində mülayim dəniz iqlim tipidir. Yaranmasının da səbəbi demişdik, qərb küləkləri və isti okean cəryanlarıdır. Qərb küləkləri dedik, hardan əsirdi? Tropikdən mülayimə doğru əsirdi. Ekvator. Mülayimə. Tropikdən ekvatora doğru əsən passatdır. İsti cəryanlar isə burada demişdik. İsti Atlantika cəryanı, bir də isti Norveç cəryanı idi. Burada yerləşən əraziləri gəl, sadalayaq. Bura nə adası idi? İrlandiya adası, bax bu isə. Bura nə idi? İrlandiya adası. Bu da Böyük Britaniya adası idi. Düzdür? Sonra Bretan yarımadası. Sonra Jutlandiya adası, Zelandiya adası və Skandinaviya yarımadasının qərb hissəsi. Hansılar mülayim dənizə aid oldu? İrlandiya, Böyük Britaniya, Bretan, Jutlandiya, Zelandiya, Skandinaviyanın qərb hissəsi. Aydındır? Bəli. Yəni, deyəcəksən ki, mülayim iqlim qurşağı yeganə tipidir ki, orada temperatur 0 dərəcədən aşağı olmur. Yəni, burada temperatur 0 dərəcədən aşağı olmur. Sonra gəldik bura. Qeyd edəcək ki, mərkəzində mülayim kontinental iqlim tipidir. Burada hansı sirdən danışacağıq? Bura haradır? Skandinaviyanın şərqi, düzdür buralar? Bəli. Aha, Skandinaviyanın şərqi. Sonra Mən buranın adını yazmamışam. bax buranın, burası Skandinaviyanın şərqidir. Bax bu hissə. Yox, öncə danışdığımız o 8 olan yerdir, doğru hansıdır? Hə, bura mülayim kontinental. Yəni mülayim quru da deyə bilərsən, mülayim kontinental da deyə bilərsən. Demək, buranı deyirəm yaz. Skandinaviyanın şərq hissəsi Almaniya Polşa ovalığının əsas hissəsi. Almaniya Polşa ovalı bilsən də burada yerləşir. Bax bu hissələrdə. Almanya Polşanın arası. Almaniyanın elə bil ki, Polşanın qərbi mülayim dənizdir. Əsas hissəsi isə kontinentaldır. Almaniya Polşa ovalığı. Yazdım. Bəli. Sonra Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyində yüksəkliklər var. Deyə da gəlir. Təxmin olaraq, hə. Timan təpələri vardı. Valday. Deməli, yazdın mı? Deyəcəksən Bəli. ki, Skandinaviya, Şərq hissəsi. aysa Skandinaviya yarımadasının şərqi, Almanya, Polşa Polşa ovalı. ovalığının əsas hissəsi, şərqi də deyə bilərsən, hissəsi deyə bilərsən. Sonra Şərqi Avropa düzənliyi və onun yüksəklikləri, Timan təpələri, Valday yüksəkliyi, Orta Rusiya yüksəkliyi, Orta Rusiya, Volqa boyu,
Bir də Stavropol yüksəkliyi, Xəzər sahili, Ön Qafqaz, sonra başqa biz buradan Krım yarımadası, Nə qədər deyim aşağı. Krım yarımadası, hə, çoxdur. Ön Qafqaz dedik. Krım Hə, yarımadasını da dedik. Sonra başqa burada qeyd eləyə bilərik nələri? Karpat dağlarını qeyd eləyə bilərsən. Çoxdur burada. Karpat dağları, Sudet dağları, Karpat, Sudet. Daha dərinə öyrənmək üçün bilməlisən. Sudetdir, Filizlidir. Bunlar qədim dağlardır. Filizli, Şuvarstal, Vogez. Bir də Alp məncə bəs. dağları. Hı? Məncə bəsdir bu qədər. Orta Dunay. Deməli, dedik ki, bu onun hissələridir. Düzdür? Bəli. Sonra gələk şimal hissəsi, yəni subtropikdən. Şimal hissəsi hansı iqlimi dedik? Subtropik, düzdür? Bəli. Subarktikə belə subtropik nə? Subarktik, bir də arktik. Subarktikdə yerləşənlər hansı olacaq səncə? Subarktikdə yerləşənlər İslandiya adası, düzdür? Aha, İslandiya adası, Skandinav yarımadasının şimalı, Kola yarımadasının şimalı, Şərqi Avropa düzənliyinin şimalı, Yeni Torpaq adasının cənubu, Axırıncı nə dediniz? Yeni Torpaq adasının cənubu. Bax, deyə burada görsən ucu görünən bir ada var ya. Bəli, bəli. Onun cənubudur. Yeni Torpaq adasının cənubu aiddir. Deməli, Arktikdə yerləşən Spitsbergen, Frans İsvoyev, bir də Yeni Torpağın şimalı. Spitsbergen, Frans İsvoyev və Yeni Torpağın şimalı. Qeyd elədin. Bəli. İndi bu dediklərimi qəşəngcə